Bugün Xocalı faciəsinin il dönümüdür, 34 il ötür hörmətli tamaşaçılar bu soyqırımdan, bu qətliamdan. Biz bundan danışırıq, Xocalının dünənindən, bugünündən və parlaq sabahından danışırıq və danışmağa da davam edəcəyik. Studiyada qonağımız var, mövzunu qonağımızla davam etdiririk. Qonağımız Milli Aviasiya Akademiyasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadədir. Elnur bəy, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Xoş gəldik, sabahınız xeyir olsun. Bəli, Xocalı faciəsindən danışırıq. Bilirsiniz, bugün tarixə nəzər salırıq. Həm qürurluyuq, amma həm də tarixdə baş verən hadisələri də unutmamalıyıq. Elə ilk sualımız da bu istiqamətdə olacaq ki, bu faciə hansı tarixi aspektdən baxsaq, necə baş verdi, məqsəd nə idi, kimlər arxasında dururdu, onsuz da bilirik və tarixin sınağından biz xalq olaraq necə çıxdıq? Çox önəmli və vacib bir məqama toxundunuz. Hər bir hadisəni qiymətləndirərkən biz ilk növbədə diqqət yetirməliyik ki, həmin hadisə hansı tarixi şəraitdə baş vermişdi və bundan daha önəmlisi ondan ibarətdir ki, biz o ağrılı hadisədirsə, o sınaqdan xalq olaraq, millət olaraq hansı formada çıxırıq və ondan alacağımız dərslər nədən ibarətdir? Təbii ki, Xocalı ağır, çətin, hər birimiz üçün kədərli olan bir hadisədir. Amma eyni zamanda Xocalının içərisində bir qəhrəmanlıq var. Xocalının içərisində bir dayanışma gücü var. Xocalının içərisində bir öz yurduna sahib olma məsələsi var. Xocalı 1992-ci ilin 25-26 fevralında təkcə orada soyqırım törədilmədi. Əgər biz o dövrün tarixini analiz etsək, görərik ki, 1991-ci ilin oktyabr ayından etibarən Xocalı şəhərinə əslində Azərbaycanın digər əraziləri ilə bağlayan quru yol faktiki olaraq bağlanmışdı. Yəni, Qarabağın dağlıq hissəsi ilə orada biz bilirik ki, erməni işğalçı qüvvələrinin orada nəzarəti var idi. Digər hissələrlə isə, ölkənin digər hissələri ilə isə bağlayan əsas yol kəsilmişdi və Xocalı ilə əlaqə faktiki olaraq hava yolu vasitəsilə, helikopterlər vasitəsilə. Bu bir planın bir hissəsi idi də, mərhələli şəkildə addımlayan. Bu təbii ki, bir planın tərkib hissəsi idi və əslində Xocalıya qədər 1991-ci ilin oktyabrından Xocalı soyqırımının baş verdiyi tarixə qədər atılan addımlar həm də Azərbaycanı müstəqillikdən çəkindirmək üçün atılan addımlar idi. Heç də təsadüfi deyil ki, Xocalı soyqırımı törədiləndə orada təkcə erməni silahlı birləşmələri iştirak etmirdi. Orada həm də Sovet İttifaqının keçmiş motatıcı alayı iştirak edirdi. 366-cı motatıcı alay iştirak edirdi və niyə o alay dəstək verirdi bu prosesə? Bu çox önəmli idi. Bu sualın cavabını məncə hər bir Azərbaycanlı əslində öz daxilində bilir. Xocalı soyqırımının törədilməsindən əvvəl çox maraqlı hadisələr baş verir. O zaman bizə də o maraqlıdır, o proses, gedişat necə olur? Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının Ermənistanla Azərbaycan arasında o ərazi ilə bağlı bu yaranmış münaqişənin tənzimlənməsi üçün fəaliyyətə başladığı ATƏT-in tənzimləmə missiyasına başladığı ilk dövrlərə təsadüf edir. 1992-ci ilin 20 fevralında artıq ATƏT-in çətiri altında Rusiyada görüş keçirilir, Moskvada görüş keçirilir, Azərbaycan və Ermənistan tərəfləri arasında görüş keçirilir. Bu görüşün keçirilməsi heç də təsadüfi deyil. Artıq prosesə beynəlxalq qüvvələr cəlb olunur, digər ölkələr cəlb olunur, amma regionu əbədi olaraq öz nəzarətində saxlamağa çalışan güc mərkəzi bu prosesə daxil olur və danışıqların məhz orada aparılması ilə bağlı addımlar atılır və faktiki olaraq fevralın 20-sində Azərbaycanla Ermənistan nümayəndələri arasında aparılan danışıqlar biraz da Azərbaycan tərəfinin əslində sakitləşdirilməsi və bununla paralel o soyqırımın törədilməsi üçün şəraitin yaradılması məqsədini daşıyırdı. Sonra nə baş verir? 1992-ci ilin 25 fevralında digər bir vasitəçi tərəf, İran İslam Respublikasının Xarici İşlər Naziri regiona səfər edir. Bakıda danışıqlar aparır.
İrəvana getdiyi halda proses ondan ibarətdir ki, biz bu soyqırımı, daha doğrusu münaqişəni dayandırırıq. O İrəvanda ola-ola soyqırım Azərbaycanlılara qarşı törədilir. Bu həm də bizim hər hansı kritik məqamlarda, Azərbaycan dövləti üçün önəmli məqamlarda bir millət olaraq, bir xalq olaraq, bir dövlət olaraq ayıq olmamızla bağlı bizə bir dərs verən hadisələr. Bir mesaj kimi çıxartmalıyıq, nəticə çıxartmalıyıq. Çıxara biləcəyimiz ilk nəticə bundan ibarətdir ki, Azərbaycan üçün kritik olan, taley yüklü olan məqamlarda biz hamımız oyaq olmalıyıq. Xocalının bizə verdiyi ən böyük dərslərdən biri budur. Xocalının bizə verdiyi, eyni zamanda dünyaya göstərdiyi ikinci dərs ondan ibarətdir ki, Azərbaycanlılar öz yurdlarını, öz torpaqlarını nə qədər çox sevirlər. Oktyabr ayından Xocalı faktiki olaraq blokadadadır, mühasirədədir. Hava yolu ilə Azərbaycan tərəfi olan ancaq yeganə əlaqə hava yolu ilə. Buna baxmayaraq əhaliyə xəbərdarlıqlar edilir. Ermənilər tərəfindən xəbərdarlıqlar edilir. Bizim o dövrdə Xocalının əhalisinin müdafiəsində önəmli rol oynamış bir şəxs var. Əlif Hacıyev. Bəli. Əlif Hacıyevə xəbərdarlıqlar edilir. Xocalı aeroportunun komendantı həm də daxili işlər orqanlarında çalışır. Daxili işlər orqanlarında çəkilir, siz çəkilməlisiniz. Biz bunu törədəcəyik. Amma nəinki orada olan hərbiçilər, mülki əhali çəkilmir. Yəni, öz evini, eşiyini tərk eləmir, torpağını tərk etmir. Və heç də təsadüfi deyil ki, bu soyqırımın törədilməsinə birbaşa rəhbərlik etmiş şəxslərdən biri olan, hal-hazırda da Cənubi Qafqazda sülh proseslərini, Ermənistanla Azərbaycan arasında sülh proseslərini Ermənistanda pozmağa çalışan revanşist qüvvələrin başçılarından biri Serj Sarkisyan, o Xocalıdakı proseslərin içində iştirak edib. O deyir ki, müsahibələrindən birində, Amerikalı jurnalistə müsahibələrindən birində deyir ki, Xocalıya qədər Xocalını niyə törətdiniz sualının cavabını belə verir. Xocalıya qədər Azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmalıyıq. Bu həm də onun etirafıdır ki, o stereotipi sındırdıq. Belə bir cümləsi də var. O stereotipi biz sındırdıq. Bu həm də onu sübut edir ki, bir, Xocalı cinayətkarlarının, Xocalıda cinayəti törədənlərin, bu soyqırımı törədənlərin kimlər olduğunu aydın şəkildə öz dilləri ilə ortaya qoyur. Bu həm də bir etirafdır. Bəli, etirafdır və bugün əslində Qafqazda Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində addımlar atılır. Biz yenə də kimlərin obrazını görürük? Robert Koçaryan obrazını görürük, Serj Sarkisyan obrazını görürük, hansı ki, Xocalının cinayətkarları, Xocalı soyqırımını törədənlər, soyqırım deyiriksə, bu artıq təkcə Azərbaycan xalqına deyil. Bütün bəşəriyyətə qarşı törədilən bir cinayət. Bu status almağında da bizim dövlətimizin çalışması budur ki, bu insana və insanlığa edilən bir qətliamdır. Bəli, bu deməli bəşəriyyətə qarşı cinayət törətmiş bu cinayətkarlar bunu öz dilləri ilə etiraf ediblər. Xocalıdan bizim çıxarmaq istədiyimiz başqa bir məsələ, başqa bir dərs və çıxarmalı olduğumuz başqa bir dərs nədir? Biz bilməliyik ki, hansı adlar gələndə və yaxud da bəzi adlar çəkiləndə o adların bizi nədən xilas etdiyini dərk etməliyik. Xocalı soyqırımı baş verdi. Bəli. Soyqırım başqa istiqamətlərdə də baş verə bilərdimi? Baş verə bilərdi. Yəni davamı gələ bilərdi. Tovuzda da ola bilərdi, sonraki dövrlərdə. Bu soyqırım Ağdamda da ola bilərdi. Bu soyqırım Naxçıvan istiqamətində də təkrarlana bilərdi. Bu soyqırım Göyçaya qədər də gəlib çıxa bilərdi. Amma bu soyqırımı dayandıran, Ermənistanın Azərbaycana qarşı təcavüzünü dayandıran bir ad var. Bu Heydər Əliyevdir. Ulu öndərimiz, bəli. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra bir, Xocalı soyqırımına dəqiq hüquqi, siyasi qiymət verildi. İki, Azərbaycanın başqa istiqamətlərdə Ermənistan tərəfindən Azərbaycana qarşı, Azərbaycanlı əhaliyə qarşı, xüsusən sərhəd boyu ərazilərdə əlavə soyqırımların törədilməsinin qarşısı alındı. Ona görə də bugün hər bir Azərbaycanlı harada yaşamasından asılı olmayaraq, Azərbaycanın hansı bölgəsində, hansı rayonunda doğulmasından asılı olmayaraq Heydər Əliyev adı gələndə başa düşməlidir ki,
bu şəxsiyyət xatırlamalıdır ki, bu şəxsiyyət bizi daha böyük başqa soyqırımlardan qoruyub. Xilas edib. Biz Xocalını niyə ağrılı qəbul edirik? Çünki Xocalıda əslində bizim Xocalıya doğru baxan insanlarımızın alnına bəlkə biraz ağır olacaq, amma imdadı şimalda, qərbdə, cənubda, şərqdə görənlərin isə kürəyinə sıçramış qız övladımızın qan ləkəsi var idi. Bu həm də Azərbaycan xalqının namusu demək idi. Heydər Əliyev adı və şəxsiyyəti bizi o qan ləkələr, daha artıq qan ləkələrinin bizim üzümüzə və Xocalıya kürəyini çevirənlərin isə kürəyinə qan ləkələrinin sıçramasından xilas edən bir addır. Bəli, bu xof var idi. Siz tamamilə haqlısınız. Mən çox yaxşı xatırlayıram. Ümumilli lider hələ hakimiyyətə gəlməmişdən qabaq ki, bu proseslər davam eləyəndə bizim orada könüllü dəstələrimiz hansı ki var idi, digər Dağlıq Qarabağda döyüşürdülər. Onların müsahibələri var. Bunu çox yaxşı, rahat şəkildə hər kəs görə bilər. Orada hətta artıq müəyyən başqa rayonlara, hücumlara keçəndə artıq mülki əlini çıxardın. Özləri də deyirlər ki, istəmirik dönməsin Xocalı əhvalatına. Yəni bizim belə əskərlərimiz var idi ki və ümumilli lider məsələlərə ən yaxşı qiyməti sizin də dediyiniz kimi o verdi. Ermənilər də, onların havadarları da bu cür addımlar atmağa çalışır. Xof yaratmaq istəyirlər. Azərbaycanlıların gözü qorxudulmalı idi. Azərbaycanlılar Qafqazda tamamilə məğlub, əzilmiş bir millətə çevrilməli idilər. Azərbaycanlılar elə bir vəziyyətə salınmalı idi ki, onlar bir daha hər hansı bir məsələ ilə bağlı baş qaldırmasınlar. Bu təkcə ermənilərin, Ermənistanın məqsədi deyildi. Bu başqa güclərin də məqsədi idi. Amma biz nə gördük? 1994-cü ildə Xocalı soyqırımına dəqiq hüquqi, siyasi qiymətin verilməsini gördük. Azərbaycan parlamenti bununla bağlı qərar qəbul edir. Ümumilli lider Heydər Əliyevin bununla bağlı fərmanı verilir və bundan sonra həm Azərbaycanın dirçəldilməsi, həm də Xocalının və Qarabağın o ləkəsinin üzərimizdən silinməsi istiqamətində addımlar atılır. Əgər biz Xocalıdan danışırıqsa, bunun təbii beynəlxalq səviyyədə tanınması məsələsinə və tanıdılması məsələsinə toxunmaya bilmərik. Bəli, bəli. Biz çox zaman danışırıq Xocalı haqqında, bəzi hallarda qırğın, bəzi hallarda qətliyam sözlərini işlədirik. Bu bir soyqırımdır. Bəli, bir mənalı. Bunu bir mənalı şəkildə bu cür ifadə etmək vacibdir. Və daha doğrudur. Çünki 48-ci ildə qəbul edilmiş konvensiyanın tələbləri nədirsə, Xocalıda baş verənlər tamamilə o standartlara, elə demək mümkünsə, soyqırım standartlarına uyğundur. Xocalı soyqırımı təkcə Azərbaycanlılara qarşı həm də törədilməyib. Biz bunu da xatırlamalıyıq. Xocalı soyqırımı həm də illər boyu ayrı-ayrı yaşadığı ölkələrdən didərgin salınmış Ahıska türklərinə qarşı da törədilib. Çünki Xocalıda Ahıska türklərinin nümayəndələri də var idi. Bu onu göstərir ki, o zaman soyqırımı törədənlər və o soyqırımı törədənlərə havadar çıxan dövlətlər və qüvvələr təkcə Azərbaycanlıların düşmənləri deyildilər. Həm də bütün türk xalqlarının düşmənləri idilər. Təbii. Bu həm də bütün türk dünyası üçün çıxarıla biləcəyi əsas nəticələrdən biridir. Görün, nə qədər alacağımız dərslərdən danışdınız, neçə mərhələləri adlamışıq, çətin keşməkeşli yollardan geçmişik. Amma Elnur bəy, bugün Xocalıya artıq həyat qayıdıb. Böyük qayıdış davam eləyir. İnsanlar öz yurd yuvalarında xoşbəxt, firavan yaşamağa başlayıblar ki, bu onların ən doğal, ən ümdə haqlarıdır. Biraz Xocalının bugünündən, sabahından bugünə gələn yoldan da danışa bilərik. Yəni. Bugünə gələn yol və Xocalının bugünü və sabahı. Bəli. Biz bugün soyqırım günü ərəfəsindəyik, amma kökləndiyimiz notlar pozitiv notlardır. Evet. Xocalıya bugünə gələn yol nədən ibarətdir? Bayaq mən bir ifadə işlətdim. Azərbaycanlılardan məğlub millət düzəltmək ifadəsi. İllər boyu biz xatırlasaq görərik ki, Azərbaycan dövləti ən müxtəlif beynəlxalq tədbirlərin, yarışların, idman oyunlarının keçirilməsini təşəbbüsləri ilə çıxış etdi və bunu uğurla reallaşdırdı. Bəzi hallarda bu belə bir sual doğururdu. Nə ehtiyac var ki?
Bu bizim hamımızın bəlkə də düşündüyümüz, beynimizdən keçirdiyimiz suallar idi. Amma o məğlub, o əzilmiş millətin qələbə qazanmağa qadir olduğunu o cür göstərilməyə çalışılan millətin daha doğrusu. Bu millətə mən qələbə qazana bilirəm, mən bunu bacarıram inamını qaytarmaq üçün o cür tədbirlər əslində çox önəmli idi və əslində Azərbaycan dövlətinin, ona rəhbərlik edən müdrik şəxslərin Azərbaycan xalqına verdiyi bir psixoloji seanslar idi. Bəli. Sən qalib xalqsan, sən ən müxtəlif tribunalarda qalib gəlməyi bacarırsan. Bu ən önəmli xətlərdən biri idi. Əgər biz Xocalıdan danışırıqsa, Xocalıya ədalətin gəlməsindən danışırıqsa, mütləq bir adda xatırlamalıyıq. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 2008-ci ildən etibarən başladığı bir yol var idi. Bəli. Xocalıya ədalət kampaniyası. Biz diqqət yetirsək, bugün biz danışırıq, müxtəlif sujetlərdə izlədik, eşitdik. Dünyanın müxtəlif ölkələrində Xocalının tanınması, Xocalı soyqırımının, Xocalda törədilənlərin etiraf olunması, Avropa İnsan Hüquqları Məhkəməsinin Xocalıda törədənləri müharibə və insanlıq əleyhinə cinayətlərdən biri kimi qəbul etməsi, diqqət yetirsəz, bunların əksəriyyəti 2008-ci ildən sonraki dövrə düşüb. Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarının, o cümlədən Texas, Massachusetts, Florida və digər ştatlarının Xocalıda baş verənləri qırğın, qətliam və soyqırım kimi tanıması. Bunların əksəriyyəti 2012-2013-cü illərdə baş verib. Yəni, başqa sözlə desək, Xocalıya ədalət kampaniyası beynəlxalq səviyyədə öz məqsədlərinə, qarşıya qoyduğu məqsədlərə çatmış bir kampaniya olub. Bu beynəlxalq səviyyədə, təbliğatı səviyyədə bu bizim qələbəmiz idi və Xocalının bu günü. Xocalı 2020-ci ildə baş vermiş müharibə və 2023-cü ildə antiterror əməliyyatlarının nəticəsində azad edilib. Bəli. İndi mən çox kiçik bir paralel aparacağam. Bir cümləni xüsusi qeyd etmək istəyirəm. Azərbaycan xalqının, millətinin və ümumilikdə bizim hər birimizin bəxtimizin gətirdiyi iki əhəmiyyətli məsələ var. Bunlardan biri bizim yerləşdiyimiz geosiyasi coğrafiyadır. Bu coğrafiya bizim taleyimizə çox önəmli təsir göstərib. Bəzən bu bizə çətinliklər gətirib, amma bugün bu bizim üçün bir üstünlükdür. İkinci, hazırki geosiyasi prosesləri düzgün şəkildə qiymətləndirə bilən, tarixdə nəyin, nə vaxt baş verdiyini heç bir zaman unutmayan bir liderə sahib olmağımızdır. Xocalı əslində sentyabrda antiterror əməliyyatlarından sonra azad edilmişdi. Amma cənab prezident Xocalıda bayrağı 2023-cü ilin oktyabr ayının 15-də dalğalandırdı. Bu təsadüfdürmü? Xeyr, bu təsadüf deyil. İndi bir də qayıdırıq bayaqki söhbətimizə. Xocalı ilə Azərbaycanın digər əraziləri arasında əlaqə tam olaraq nə vaxt kəsilmişdi? Bayaq dediyimiz kimi oktyabr ayından etibar. 91-ci ilin oktyabr ayının ortalarında. Cənab prezident Azərbaycanı Xocalıya, Xocalını Azərbaycana 2023-cü ilin oktyabrında qaytarması, bu fiziki olaraq sentyabrda baş vermişdi, amma Azərbaycan bayrağını məhz oktyabrın ortalarında, oktyabrın 15-də dalğalandırılması heç də təsadüfi bir tədbir deyil və təsadüfi seçilmiş bir gün deyil. Bu həm də həm Ermənistana, həm onların havadarlarına, həm də dünyaya verilmiş cavabdır, mesajdır. Cavabdır, mesajdır. Biz 15 oktyabrı həmin günü həm də o alnımızdakı ləkənin silindiyi gün kimi xüsusi qeyd etməliyik, xüsusi xatırlamalıyıq. Bugün Xocalı bərpa olunur. Bugün Xocalıda soyqırım memorial kompleksi yaradılır və müxbiriniz məlumat verdi ki, artıq Şöhrət Eyvazovun bu açılışı gözlənilir. Bu çox önəmli məsələdir. Azərbaycan dövləti qələbə qazanıb, Azərbaycan dövlətinin beynəlxalq nüfuzu sürətlə yüksəlir. Amma Azərbaycan dövləti bundan baş gicələnməsi yaşamır. Azərbaycan dövlətinin başçısı sülhə hazırdır. Bugün Cənubi Qafqazda, nəinki Cənubi Qafqazda, bütün yaxın şərq regionunda sülh qurucusu olan
siyasi liderlərdən biri dünya səviyyəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir. Və mən sizə deyim ki, yaxın günlərdə beynəlxalq qurumlardan biri bir statistika açıqlamışdı. Dünyada dövlətlərin dünya siyasətinə və sülh quruculuğu prosesinə verdiyi töhfələr Azərbaycan və ümumiyyətlə dünya siyasətinə təsirləri ilə bağlı çox maraqlı bir statistika var idi. Müstəqil Dövlətlər Birliyi və belə deyək, postsovet dırnaq arasında da olsa məkanı dediyimiz ölkələr arasında dünya siyasətinə təsir edən ilk iki ölkə, bunlardan biri təbii ki, qlobal siyasətdə hər zaman rol oynayan Rusiya Federasiyası idi. İkinci ölkə Azərbaycan Respublikası idi. Baxmayaraq ki, ərazi baxımından, əhali resursları baxımından biz kifayət qədər miqyas baxımından kiçik bir ölkəyik. Azərbaycan dövləti bu istiqamətdə addımlayır, amma cənab prezidentin çıxışlarında çox vacib bir məqam var. Biz sülh quruculuğu prosesində iştirak edirik. Biz əməkdaşlığa, konstruktiv əməkdaşlığa hazırıq. Biz illər boyunca Ermənistanın səbəbindən yaranmış düşmənçiliyi aradan qaldırmaq prosesinə hazırıq. Amma biz eyni zamanda tariximizi unutmamalıyıq. Əslində ermənilərlə azərbaycanlılar, Ermənistanla Azərbaycan arasında tarixin müxtəlif dövrlərində toqquşmalar baş verib, qırğınlar törədilib. Əslində Xocalı soyqırımı həm də bizə möhkəm bir dərs verib ki, unutmamalıyıq. Biz toqquşmaları unuda bilərik. Biz hərbi toqquşmaları unuda bilərik. Müharibə şəraitində döyüşçülərin bir-birinə qarşı etdiklərini unuda bilərik. Amma biz Xocalı soyqırımını əsla və əsla unutmamalıyıq. Çünki soyqırımı ümumiyyətlə unutmaq olmaz. Unutmaq olmaz. Biz sülhə hazır olduğumuz qədər də hər zaman keçmişimizi xatırlamalıyıq. Təkcə biz yox, bunu gələcək nəsillər də xatırlamalıdır və bugün Xocalıda qurulan o kompleks bizim hamımız üçün yazılmış ən böyük tarix kitablarından biridir. Bu sadəcə fiziki mənada bir kompleks deyildir. Bəli. Xocalıda aparılan, eyni zamanda Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri bizim sülh quruculuq niyyətlərimizi göstərir. Azərbaycan dövlətinin, Azərbaycan millətinin bu niyyətlərini göstərir və bəzən təbiətin özü də, siz çox maraqlı bir məqamı qeyd etdiniz. Təbiətin özü bir dəqiqə vaxtımızı alıb qısaca bildirsək çox yaxşı olur. 30-40 saniyəmiz var. Təbiətin özü də öz reaksiyasını göstərir. Bugün Xocalıda açıq olan səma, Xocalıda açan çiçəklər fevral ayında, bu heç də təsadüfi deyil. Bu tarixdə. Bu həm də təbiətin, Xocalının gerçək sahibinin, Qarabağın gerçək sahibinin, Qərbi Azərbaycanın gerçək sahiblərinin kimlər olduğunu göstərən təbiət faktorudur. Təbiətin buna bir reaksiyasıdır. Elnur bəy, təşəkkür edirik sizə. Çox sağ olun. Çox gözəl fikirlər. Biz həm tarixi səyahət elədik ki, bu proses necə baş verdi, nədən qaynaqlandı, daha sonra necə oldu ki, biz bu günlərə gəldik, bu xoşbəxt günlərə çox şükür ki, gəlib çıxa bildik və bir daha xatırlatmaq istəyirik ki, qonağımız Milli Aviasiya Akademiyasının doçenti, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə idi. Bir daha təşəkkür edirik. Uğurlar arzuluyuruq sizə və arzu edirik ki, tarixçi kimi bundan sonra Azərbaycanın yalnız uğurlu tarixindən danışasınız, qələbələrimizdən, zəfərlərimizdən danışasınız. Təbii ki, belə də olacaq. Çox sağ olun.